Hər vaxtınız xeyir, əziz abituriyentlər və şagirdlər. Hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Dəniz Seydəliyeva. Bugün sizlərə natural ədədlər mövzusunun izahını verəcəm və onu da qeyd eləmək istəyirəm ki, gələcək videolarımızda riyaziyyat test toplusundan natural ədədlər bölməsinin izahını verəcəm. Gəlin, vaxtımız getmədən dərsimizə başlayaq. Natural ədədlər nəyə deyilir? Sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Natural ədədlər çoxluğu n hərfi ilə işarə edilir və çoxluq özü isə baxın bu şəkildə yazılır. Natural ədədlər çoxluğu 1-dən başlayaraq ta ki müsbət sonsuzluğa qədər gedir. Ona görə bizim ən kiçik natural ədədimiz 1-dir. Ən böyük natural ədədimiz isə yoxdur. Müsbət sonsuzluğa qədər getdiyi üçün ən böyük natural ədəd hansıdır biz onu bilmirik. Natural ədədlər tək və ya cüt olur. Tək ədədlər sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlərə deyilir. Hətta biz tək ədədləri 2n-1 düsturu ilə də müəyyən eləyə bilirik. Məsələn, gəlin n-i yeni bir ədəd qoyaq. 2 vurulsun 4 çıx 1. 8-dən 1 çıxanda 7 verir. Gördüyünüz kimi tək ədəd oldu. Cüt ədədlər nədir? Sonu 2, 4, 6, 8 və 0 ilə bitən ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlərin düsturu isə biz 2n ilə tapırıq. Gəlin məsələn yerinə qoyaq. 2 vurulsun 3 bərabərdir 6. Gördüyünüz kimi cüt ədəd verdi. Tək və ya cüt ədədlər üzərində isə müəyyən bir əməllər mövcuddur. O əməllər isə baxın bunlardır. Hətta riyaziyyat test toplumumuzda bizə bu əməllərə aid bir neçə misalımız var. Ona görə gəlin diqqətlə baxaq. Bunları əzbərləməyə ehtiyac yoxdur. Sadəcə başa düşmək lazımdır ki, həqiqətən də bunlar doğrudurmu? Ona görə gəlin bunları isbat edək. Tək üstəgəl tək bərabər cüt verir. Gəlin baxaq. 1 üstəgəl 3 bərabərdir 4. Cüt oldu mu? Oldu. Tək çıx tək bərabərli cüt. Məsələn 5 çıx 3 bərabərdir 2. Cüt üstəgəl cüt bərabərli cüt. Məsələn 4 üstəgəl 2 bərabərdir 6. Cütdən cüt çıxanda cüt verir. Baxaq. 8 çıx 6 bərabərdir 2. Bura kimi ispat elədikmi hamısın? Düzdür. İndi baxaq. Tək üstəgəl cüt bərabərdir tək. Məsələn, tək ədəd götürək 3. Cüt götürək 6. 3 üstəgəl 6 bizə nə verir? 9. Tək oldu mu? Oldu. Təkdən cüt çıxanda bizə tək verir. Baxaq. 9-dan 2 çıxanda neçə eləyir? 7. Təkdir mi? Təkdir. Tək vur tək bərabərdir tək. Baxaq görə düzdür. 3-ü vuraq məsələn 5-ə. 15. Tək ədəd oldu mu? Oldu. Cütü cütə vuranda cüt eləyir. Baxaq. Məsələn 2 vur 8. 16. Bunları bildik. İndi baxaq bu ikisinə. Biraz yaxşı olmadı. Baxaq bu ikisinə. Tək üstü n bərabərdir tək nə deməkdir? Yəni, istənilən tək ədədin qüvvətində istənilən natural ədədi yazsaq, baxın, istənilən natural ədədi yazsaq, bizə hər zaman tək ədəd verəcək. Baxaq görək. Məsələn, üstənilən tək ədəddir. Üstünə yazıram 3. Bərabər neçə? 27. Tək oldu mu? Oldu. Lap gəlin 3-ün kvadratı yazaq. Tək oldu mu? Oldu. Yaxşı, gəlin baxaq cüt üstü n bərabəri cütə. Məsələn, götürək 4 üstü 2 bərabər neçə? 16. Gəlin 3-ə baxaq. 4 üstü 3 bərabər neçə? 64. Belə, gördüyünüz kimi buradakı bütün əməlləri isbat elədik. Toplumumuzda da buna aid suallar çoxdur. İndi toplu izahında hamısını izah eləyəcəm.
Gəlin baxaq rəqəmlər nədir? Baxın, burada 27 yazmışıq, burada 64, 16, 15, bunları yazmışıq. Bunlar hamısı nədir? Ədəddir. Bəs ədəd nəyin köməyi ilə yaranır? Rəqəmlərin köməyi ilə. Baxın, məsələn, 64 yazmışam, elə deyil. 64, 6 və 4 rəqəmlərinin köməyi ilə yaranır. İndi biz rəqəmlərə necə tərif verə bilərik? Ədədləri yazmaq üçün istifadə olunan işarələrə rəqəmlər deyilir. 10 dənə rəqəmimiz var. 10 dənə rəqəmimiz var deyəndə uşaqlar 1-dən 10-a qədər götürür. Yox, 10 özü ədəddir, 10 rəqəm deyil. 0-dan başlayaraq 9 daxil olmaqla olan işarələr rəqəmlər adlanır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, bunlar hamısı rəqəmlərdir. Qalıqlı bölmə. Qalıqlı bölmə nədir? Bir ədədi o biri ədədə böldükdə alınan qalıq sıfırdan fərqli olarsa, bu qalıqlı bölmə adlanır. Gəlin yazaq. A bölünsün B bərabərdir C, qalıq alınır R. A bölüləndi, B böləndi, C qismət, R isə qalıqdır burada. Bizdən belə bir misal verir, məsələn, qalıq olan, bölən, qismət olan. Bizə deyər ki, A-nı tap. A-nı necə tapacağıq? A bərabərdir, bölən, yəni B vurulsun qismət, üzərinə gəlinsin R. Buna aid bizim kitablarımızda, toplumumuzda suallar var. Gəlin bunu ispat edək. 12 bölək 5. 12 5-in içərisində neçə veriləşir? 2 dəfə. 2 vur 5, 10. 12-dən 10 çıxanda neçə eləyir? 2. Demək, qalığımız 2 oldu. Qismətimiz 2. Bölənimiz 5. Bölünənimiz isə 12. Təsəvvür eləyək ki, fərz eləyək ki, bizə bu 12-ni verməyib. Yazırıq, A bərabərdir. Bölənimiz neçədir? 5. Vuraq. Qismətimiz neçədir? 2. Burada biraz bu çıxmaya oxşadı. Bizim qalığımız neçədir? 2. 5 vur 2, 10. 10 üstə gəl 2, 12. Həqiqətən də bölənimiz 12 idimi? 12-dir. Yəni, bu düsturu biz bu nümunəyə ispat elədik. Qalıqsız bölmə nədir? Bir ədədi o biri ədədə böldükdə alınan qalıq 0 olarsa, bu qalıqsız bölmə adlanır. İndi mən sizə nəyi izah edəcəm? Bizim toplarımızda, sonra kitablarımızda belə bir sual var. O sualı bəzən uşaqlar qarışdırır ki, bilmirlər ki, necə eləsinlər. Bəziləri də eləyir, yarıya kimi gəlir, amma daha böyük ədəd seçdikləri üçün nəticə biraz qarışıq alınır. Gəlin baxaq. A bölək B yazaq. Bərabərdir C. Yazdıq mı bunu? Bizə sual verir. Deyir ki, bölünəni 2 dəfə artırsaq. Böləni, yəni B-ni 3 dəfə azaltsaq. Qismət, yəni C necə dəyişər? Bəzən uşaqlar deyir ki, biz necə tapaq bunu, ədəd verməyib bizə. Bəziləri də yerinə ədəd qoyur, düz eləyirlər. Amma biraz daha böyük ədəd seçdikləri üçün nəticəni bilmirlər ki, azaltsın seçsin, artsın seçsin. Ya da dəyişməz seçsin və yaxud da. Ona görə rahat bir üsul nədir? Yazırıq 1 bölək 1 bərabərdir 1. Onlar da bu düz deyil. Yəni 1-ə bölənə 1 eləyir. 1-i 2 dəfə artıranda, yəni bizim bu misalımızda bölünənimiz 1-dir. 1-i 2 dəfə artıranda neçə eləyir? 2. Bölənimiz, yəni B-miz 1-dir. 1-i 3 dəfə azaldanda neçə eləyir? 3. 1 böl 3. İndi baxaq, biz bu bölmə əməlin, kəsirlərə bölməni keçəcəyik gələcək dərslərimizdə. Amma gəlin burada deyək. Bu şəkildə bölmə olanda birinci olduğu kimi qalır. İkincini tərsinə vururuq. 3-də 1-in tərsi neçədir? 3-dür. 2 vur 3, 6. Bizdən soruşur ki, qismətimiz necə dəyişdi? Əvvəl görürük ki, qismətimiz 1-dir. İndi qismətimiz neçə oldu? 6. 1-dən 6-ya qalxmaq nə deməkdir? 6 dəfə artmaq deməkdir. Bunu bildik. İndi bizə başqa cür verə bilər. O nədir? Gəlin ona baxaq.
Bunu silək. Bizə deyər ki, bölünəni necə dəyişmək lazımdır ki, bölən 3 dəfə artanda, məsələn, qismət 2 dəfə azalsın. Gəlin baxaq. Yenə 1 bölünsün 1 bərabərdir 1 misalla istifadə edəcəyik. Gəlin baxaq. Bizdən bölünənin necə artdığını soruşur, elə deyil? Yəni, necə dəyişdiyini soruşur. Yazırıq x. Bölək. Böləni 3 dəfə artırıbsa nə olacaq? 1 vur 3, yəni 3. Bərabərdir. Qismət 2 dəfə azalsın. 1-in 2 dəfə azalması, yəni 1 bölü 2 deməkdir. Bəs salam, x-i tapaq. 2-də 1 bölünsün 3. Birinci olduğu kimi qalır. İkincinin tərsinə vururuq. 3-ün tərsi neçədir? 3-də 1. 2-də 1 vur 3-də 1 də bizə 6-da 1 verir. Əvvəl 1 idi, indi oldu 6-da 1. Nə oldu? 6 dəfə azaldı. Üzr istəyirəm, bu qismətdir bizdən bölünəni soruşur. Əvvəl 1 idi, indi oldu 6-da 1, 6 dəfə azaldı. Belə. Ümid edirəm ki, bunu anladınız. Yəni, toplumumuzda, kitablarımızda buna aid suallar var. Yəni, qarışdırmayaq, yerinə 1 qoymaqla rahat bir şəkildə həll edə bilərik. Aha, baxaq bölünmə əlamətinə. Bölünmə əlaməti. 2-yə bölünmə əlaməti nədir? Bütün cüt ədədlər 2-yə bölünür. Məsələn, 46. 2-yə bölünürmü? Bölünür. Yəni, bütün cüt ədədlər 2-yə bölünür. 3-ə bölünmə əlamətinə baxaq. Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Məsələn, gəlin bir ədəd götürək, 27. 2 isə gəl 7, 9. 9 3-ə bölünürmü? Bölünür. Deməli, 27 də avtomatik olaraq 3-ə bölünəcək. 4-ə bölünmə əlaməti. Son 2 rəqəmi 4-ə bölünən ədədlər 4-ə bölünür. Məsələn, 156. 56 4-ə bölünür. Deməli, 156 da 4-ə bölünəcək. 4-ə bölünmə əlamətinə bir qayda da var ki, son 2 rəqəmi 0 olan ədədlər 4-ə bölünür. Məsələn, 100, 200, 300. Hamısı 4-ə bölünür. Məsələn, 2500. Bunlar hər biri 4-ə bölünür. 5-ə bölünmə əlaməti son rəqəmi 0 və ya 5 olan ədədlər 5-ə bölünür. 6-ya bölünmə əlaməti. Həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya bölünür. Məsələn, gəlin baxaq 12. 12 cüt ədəd olduğu üçün 2-yə bölünür. 3-ə bölünməsinə baxaq ki, rəqəmlərin cəmi 3-ə bölünürmü? 1 üstə gəl 2, 3. 3-ə bölünür 1. Deməli, həm 2-yə bölündü, həm 3-ə bölündü. Deməli, bu 6-ya bölünəcək. Bizə verəcək 2. 8-ə bölünmə əlaməti. Son 3 rəqəmi 8-ə bölünən ədədlər 8-ə bölünür. Və burada da bir qayda var ki, son 3 rəqəmi 0 olan ədədlər 8-ə bölünür. Məsələn, 1000. 8-ə bölünür. 9-a bölünmə əlaməti 3-ün bölünmə əlamətindən oxşardır. Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Məsələn, burada 27 yazmışıq elə. 27-ni baxaq rəqəmlər cəmi 2 üstə gəl 7, 9. 9 9-a bölünür, bizə verir 1. Deməli, 27 ədədi 9-a bölünəcək. 10-a bölünmə əlaməti. Son rəqəmi 0 olan ədədlər 10-a bölünür. 10, 20, 30, 50, 1000, 2000 hamısı 10-a bölünür. 12-yə bölünmə əlaməti. Eyni zamanda həm 3-ə, həm 4-ə bölünən ədədlər 12-yə bölünür. Məsələn, gəlin baxaq 36. Rəqəmlərin cəmi 3-ə bölünürmü? Bölünür. 3 üstə gəl 6, 9, 9 3-ə bölünür 3. Baxaq görək, 36 4-ə bölünürmü? Son 2 rəqəmi, yəni 18 rəqəmi ədəddir. 36 da 4-ə bölünür, 9 verir. Deməli, 4-ə bölünür. Həm 3-ə bölündü, həm 4-ə bölündü. Deməli, 12-yə də bölünəcək. Bizə nə verəcək? 3. 15-ə bölünmə əlaməti həm 3-ə bölünsün, həm 5-ə bölünsün. Məsələn, 45. Rəqəmlərin cəmi 9, 9 3-ə bölünür. Deməli, 45 3-ə bölünür. Son rəqəmi 5-dirsə, deməli, 45 5-ə də bölünür. Həm 3-ə bölündü, həm 5-ə bölündü, deməli, 15-ə qalıqsız bölünəcək. 18-ə bölünmə əlaməti eyni zamanda həm 2-yə bölünsün, həm 9-a bölünsün. 36-ya baxaq. Cüt ədəddir. 2-yə bölünürmü? Bölünür. Rəqəmlərin cəmi 9-a bölünürmü? Baxaq. 3 üstə gəl 6, 9. Bölünür. Deməli, bu da 36 ədədi 18-ə bölünəcək. Bizə verəcək 2.
25-ə bölünmə əlaməti son iki rəqəmi 25-ə bölünən və 2 0 ilə qutaran ədədlər 25-ə bölünür. Məsələn, 125. Son iki rəqəmi 25-dir. Bölünürmü 25-ə? Bölünür. Məsələn, 200. 25-ə bölünürmü? Bölünür. Çünki son iki rəqəmi 0-dır. 200 həmə nəyə bölünür? 4-ə. Nəyə görə? Çünki son iki rəqəmi 0 olduğu üçün. Belə. Gələk natural ədədlərin sadə və mürəkkəb olmasına. Natural ədədlər iki cür olur. Sadə və mürəkkəb. Yalnız özünə və vahidə bölünən ədədlərə biz sadə ədəd deyirik. Məsələn, 5, 11, 19. 19-u məsələn görürük ki, bir 19-a bölünür, bir də 1-ə bölünür. Başqa bölünəni yoxdur. Ona görə bu sadə ədəddir. Bölənlərin sayı 2-dən çox olan natural ədədə biz mürəkkəb ədəd deyirik. Məsələn, 8. 8 1 1-ə bölünür, 1 2-yə bölünür, 1 4-ə, 1 8-ə. 4-dən böləni var görürük. Demək, bu mürəkkəbdir. Bu qaydanı yaddan çıxarmırıq. Bir ədədi nə sadədir, nə də mürəkkəb. Bəzən uşaqlar deyir ki, hə, 1 sadədir. Yox, 1 sadə deyil. 1 nə sadədir, nə mürəkkəb. Mürəkkəb ədədlərin sadə vurğulara ayrılışı. Ədədin sadə vurğularının hasili şəklinə göstərilməsinə onun sadə vurğulara ayrılışı deyilir. Gəlin nümunə yazaq. Elə burada 250 yazmışıq. Gəlin elə 250-nin üzərindən gedək. 250. Biz ədədi sadə vurğularına ayırmaq üçün belə bir çubuqdan istifadə edirik və ədədin ən kiçik bölənindən başlayırıq ayırmağa və sadə bölənindən. Yəni, ən kiçik bölən deyiriksə, məsələn, 4 götürmürük, 8 götürmürük. Ən kiçik sadə böləni hansıdırsa ondan başlayırıq. Məsələn, 250 2-yə bölünür. Yazıram 2. 125. Görürəm 125 cüt deyil, 2-yə bölünmür. Baxıram 3-ə. Rəqəmlərin cəmi 3 bölünmür. Demək, 3-ə də bölünmür. Son iki rəqəmi 4-ə bölünmür. Bu da getdi. Gəlirik 5-ə. Son rəqəm 5 olduğu üçün 5-ə bölünür. 125-i 5-ə böləndə bizə verir 25. 25 yenə 5-ə bölünür. Elir 5. 25-i 5-ə böləndə 5 elir. 5 bölünsün 5 bərabərdir 1. Yazıq bura 1. Yazıq bura 250. Bərabərdir 2. 2-dən neçə dənədir? 1 dənə. Yazırıq qüvvətinə 1. Vuraq. 5-dən neçə dənədir? 3 dənə. Yazırıq qüvvətinə 3. Sadə bu vuruqların sayı nə qədərdirsə, o qüvvətlərində yazılır. Ədədin qüvvətlərində yazılır. Belə ümumi bir düstur yazaq. X bərabərdir A üstü M, B üstü N, C üstü K. Burada X istənilən bir mürəkkəb ədəddir. A, B, C isə sadə ədədlərdir. M, N, K isə natural ədədlərdir. Görürük ki, məsələn, bizim burada A-mız 2-dir, B-miz 5-dir. Sadə ədədlərdir. 1 və 3 isə istənilən natural ədədlər ola bilər. Yəni, sayından asılı olaraq bunlar dəyişir. Sadə vurğuların sayı nədir? Sadə vurğuların sayından soruşanda bizdən bu qüvvətləri toplayırıq. Ya da ki, ümumiləşdirsək, M üstəgəl N üstəgəl K. Həqiqətən də 1, 2, 3, 4. 4 dənə sadə vurğu var. Yəni, nə edirik? Bizdən ədədin sadə vurğularının sayını soruşsa, qüvvət yazdığımız, bu qüvvətdə yazdığımız ədədləri cəmləyirik, rəqəmləri cəmləyirik. Bizdən soruşa bilər ki, sadə bölənlərinin sayını tap. Ona nə edirik? Sadə bölən deyəndə, ümumiyyətlə, müxtəlif sadə vurğuların sayı da nəzərdə tutulur. Sadə bölənlərin sayı deyəndə, bax, biz bu A, B, C-ni nəzərdə saxlayırıq. Bizim görürük ki, burada sadə bölənlərimiz 2 dənədir. Sadə vurğumuz da görürsünüz 2 dənədir. 2 və 5. Məsələn, başqa bir ədəd götürsəydik, burada 7 və yaxud da 8 olsaydı, deyəcəkdik ki, 4 dənə sadə bölənimiz var və yaxud da 4 dənə sadə vurğumuz var. Bunları da bildik. Natural bölənlərin sayı. Uşaqların çalışdığı, suallarda səhvlədiyi ən əsas yerlərdən biri baxın budur. Çünki bu düsturu əzbərləmirlər. Bu düsturu əzbərləmək lazımdır. Natural bölənlərin sayını tapmaq üçün
biz ədədi sadə vurğularına ayırırıq. Ayıranda biz bu yuxarıda nə yazdıq? Baxın, bu qüvvətlər yazdıq. Bax, burada yazmışıq. Bu qüvvətlərin üzərinə 1 gəlirik. Sonra olan hasilini tapırıq. Burada biz 2 üzərinin qüvvətində məsələn 1 yazdıq, elə deyil. Yazırıq 1 üstəgəl 1. Mötərizəyə alaraq vururuq. İkinci nədir? 3. 3 üstəgəl 1 bərabərdir. 1 üstəgəl 1 2. Vuraq. 3 üstəgəl 1 4. 8. Deməli, natural bölənlərin sayı neçəymiş? 8. Yəni, istənilən ədədi bizə verəndə onu sadə vurğularına ayırırıq. Sadə vurğularının sayının üzərinə 1 gəlirik. Yəni, buradakı bu qüvvətlərin üzərinə 1 gəlirik. Sonra olan hasilini tapırıq. Bu qədər. Gəlirik əbub əkub. Əgər bu dediklərimizi yaxşı bildiksə, rahat bir şəkildə əbub əkuba keçə bilərik məncə. Əbub nədir, əkub nədir? A və B natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə bu ədədlərin ən böyük ortaq böləni deyilir və əbub AB kimi işarə edilir. Ən kiçik ortaq bölünən nədir? Yəni, əkub nədir? A və B natural ədədlərinin hər ikisinə bölünən ən kiçik natural ədədə bu ədədlərin ən kiçik ortaq bölünən deyilir və əkub AB kimi işarə olunur. Gəlin nümunə yazaq. Baxaq görək necə tapırıq. Məsələn, götürək 48 və 36. Ayırıq sadə vurğulara. Öyrəndik ki, ən kiçik sadə bölən 2. 24 ən kiçik 2-yə bölünür. 12. 12 böl 2. 6. 6 böl 2. 3. 3 bölü 3. 1. 36'nı ayıraq. 36 böl 2. 18. 18 böl 2. 9. 9 2'ye bölünür, 3'e bölünür. 9 böl 3. 3. 3 bölü 3 də 1. İndi biz neyinirik? Hər ikisini sadə vurğulara ayırdıq. Baxırıq ki, hər ikisində hansı sadə bölənlər var? Görək ki, 2. Üstdən xətt çəkirik. 2. Başqa 2 varmı burada? Yox. Baxırıq 3 var. Buradakı 3 burada varmı? Var. Deməli, bizim ortaq 2, 2, 3 oldu. Bizə əbabını soruşanda bunların hasilini tapırıq. Elədi 12. Deməli, bu ədədlərin əbabı 12 elədi. Yaxşı, biz əkubu necə tapırıq? Əkubu tapanda görürsünüz, ortaqların üstünə xətt çəkmişik. Hər ikisində ən böyük ədədi götürürük. Yəni 48-i götürürük. Yazırıq 48. Hər ikisində demirik. Digərində ortaq olmayan sadə vuruq seçilir. 3. 48 vur 3. 24. 2 yatda 144. Gördünüz? Bu qədər rahat. İndi bəzi şərtlər var. Bunları bildiksə, biz o digər şərtlərdə rahat bir şəkildə anlayacağıq. Hətta yəni əzbərləyəndən sonra bizə çox rahat gələcək. Gəlin, bunları silək. Biz indi bir anlayış keçəcəyik. O, qarşılıqlı sadə ədədlər anlayışıdır. Qarşılıqlı sadə ədəd nədir? Birdən başqa heç bir ortaq bölənləri olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, 19, 23. Bu qarşılıqlı sadə ədədlərdir. Gəlin ayıraq baxaq. 19 nəyə bölünür? 19-a eləyir 1. 23 nəyə bölünür? 23-ə eləyir 1. 1-i 1-ə böləndə neçə eləyir? 1. 1-i 1-ə böləndə neçə eləyir? 1. Hər ikisi ortaq nədir? 1. Deməli, qarşılıqlı sadə ədədlərin əbabu 1-ə bərabərdir. Çünki biz dedik ki, əbab nədir? Hər ikisinin ortaqlar seçilir, onlar bir-birinin hasili tapılır. 1 vur 1 bizə verir 1. Deməli, qarşılıqlı sadə ədədlərin əbabu 1-ə bərabərdir. Əkob isə onların hasilinə bərabərdir. Dedik ki, əkob necə tapılır? Hər ikisində ən böyük ədəd seçilir. Seçdik 23. Digərində ortaq olmayan sadə vuruğa vurulur. Digərində ortaq olmayan sadə vuruq neçədir? 19. 23-ü vuruq 19-a
Tapırıq ki, bizim əkobumuza. Əkobumuzun cavabın. O da 23 vurulsun 39 neçə eləyir? 897. Biraz eybəcər yazdıq. Eyb yox. Gəldik ikinci qaydamıza. A ədədi B-nin bölənidirsə, gəlin də bunu deyim sizə, hansı ədədlər qarşılıqlı sadə ədədlərdir? Ardıcıl, natural ədədlər, məsələn 3, 4. Bunlar qarşılıqlı sadə ədədlərdir. Bir də ardıcıl tək ədədlər, məsələn 5, 7. Bunlar ardıcıl tək ədəd olduğu üçün həmişə qarşılıqlı sadə ədədlər olur. İndi gəlirik ikinci qaydamıza. A ədədi B-nin böləndirsə, onda əbab AB A-ya bərabərdir, əkub AB B-yə bərabərdir. İndi mən sizə bunu isbatlamaq üçün izah edirəm, yazacağım ətraflı. Amma siz bunu əzbərləyirsiniz, toplumumuzda buna aid suallar var. Bunu əzbərləyirsiniz, əzbərləyəndən sonra topluda tez cavabı tapa biləcəksiniz. Yəni sizin maksimum 5 saniyənizi alacaq da, topluda bunun cavabını tapmaq. Amma gəlin biz bunu ətraflı izah eləmək üçün isbat eləyək. Məsələn, 12 36. 12 36-nın böləndirmi? Böləndir. 36 12-yə bölünür 3 verir. Gəlin ayıraq. 12 2-yə bölünür 6. 6 2-yə bölünür 3. 3 3-ə bölünür 1. 36. 36 2-yə bölünür 18. 18 2-yə bölünür 9. 9 3-ə bölünür 3, 3 3-ə bölünür 1. Əbəbu tapmaq üçün nə edirik? Hər ikisində ortaqları tapırıq. 2, 2, 2, 2, 3. Tapdıq mı? Tapdıq. Və nə edirdik? Həmin o ortaq vuruqları bir-birinə vururduq. 2 vurulsun 2, vurulsun 3. 2 vur 2, 4, 4 vur 3, 12. Demək, əbəbimiz neçəymiş? 12. Həqiqətən də əbəb AB A, yəni bizə 12 oldu mu? Oldu. Yəni bunu bu qədər həll eləməmişdə biz sıraz deyə bilərik ki, A ədədi B-nin böləndirsə, əbəb 12 36-da cavab 12-dir. Yaxşı. Gəlin əkoba baxaq. Bunu isbatlayaq ki, əkob indi bizə 36 olmalıdır. Gəlin baxaq. İkisindən böyük hansıdır? 36. Yazıram 36. Vurulsun. Digərində ortaq olmayan nə görürəm? Heç nə. Yəni bir dənə 1-dir də. 36-nı 1-ə var neçə eləyir? 36. Gördüyünüz kimi B, yəni əkob abidə B neçədir? 36. Biz 36 aldıq. Yəni bunu isbat eləmək üçün mən sizə bu qədər uzun yazdım. Amma siz əzbərləyirsiniz ki, bu 4 dənə qaydanı əzbərləyirsiniz. A və B qarşılıqlı sadə ədədlər olarsa, əbəb AB 1-ə bərabərdir, əkob AB onların hasilini, yəni A vur B-yə. A ədədi B-nin bölənidirsə, onda əbəb AB A-ya bərabərdir, əkob AB isə B-yə bərabərdir. Yəni bunları əzbərləyirsiniz. Əbəb ilə əkob arasında əlaqə düsturları var ki, baxın, onlar bulardır. Bu 4 dənə düsturu əzbərləyirsiniz. Çünki bizə toplumumuzda buna aid çoxlu suallar verir. Ona görə bunları əzbərləyirik ki, rahat bir şəkildə yerinə qoyaq işləyək. Yoxsa əks halda işləyə bilməyəcəksiniz, vaxtınız gedəcək. Ona görə bu düsturları əzbərləyirsiniz. İndi hal-hazırda dəftərinizi qeyd eləsəniz daha yaxşı olar ki, gözünüzün qabağında olsun, rahat şəkildə əzbərləyə bilərsiniz. Belə əziz abituriyentlər və şagirdlər, ümid edirəm ki, bugünkü dərsimizi bəyəndiniz. Əgər başa düşmədiyiniz, sizə qaranlıq qalan bir hissə varsa, Instagram səhifəmə və yaxud da ki, elə şərh bölməsinə yaza bilərsiniz. Mən sizin suallarınızı cavablayacağam. Belə, gələn videolarda görüşənədək hələlik özünüzə yaxşı baxın.